İllərlə xəyalını qurduğun jurnal götürüb sinifə girmək arzuna bəlkə də 1-2 ay qaldı və səni bu arzu ilə sadəcə may və iyun ayları ayırır və bir də arada qalan o balaca bir imtahan, balaca yox, dırnaq içinə dedim. Biz bu arzunun reallaşmasına sizə kömək eləməyə hazırıq Enova Akademiya ailəsi olaraq. Necə? May və iyun ayları həftədə 5 dəfə, düz eşitdin, həftədə 5 dəfə canlı yayım açaraq bütün dərslərin izahını tam şəkildə, yəni sıfırdan bütün dərsləri keçərək və minlərlə qəbul səviyyəli test və həmçinin mətnlər işləyərək bu arzunun reallaşmasına çox yaxın olacaqsan. Sadəcə nə qalır? Vaxtı-vaxtında canlı yayımlara qoşulmaq, sınaqları etmək, necə deyirlər, müəllimin dediklərini yerinə yetirmək. Əgər sən bunları edəcəyin halda, mən dərsimin keyfiyyətinə tam olaraq zəmanət verirəm. Amma sən də gərək o verilən tapşırıqları edəsən ki, yəni 2 ay erişənlik edirsən. Yəni 2 ay telefonsuz, statussuz, nə bilim, gəzintisiz, hər dəqiqəni hesablayaraq maksimum olaraq bütün gücünün hazırlaşmağa varsansa, buyur gəl, biz də sənin bu yolda sənə bələdçilik eləməyə hazırıq. Qoşulmaq üçün həm dil ədəbiyyat müəllimləri, həm də ibtidai sinif müəllimləri bu qruplarımıza qoşula bilərlər. Test olaraq hər yerdən işləyəcəyik. Adını bildiyiniz, bilmədiyiniz hər yerdən testlər işləyəcək inşallah sizə. İbtidailərə öz səviyyələrinə, filoloqlara da öz səviyyələrinə uyğun bir şəkildə. Ümid edirəm ki, bundan sonra artıq nəticənin olması, yəni olmaması mümkün deyil. Çünki yenə də təkrarlayıram, çalışan, əziyyət çəkən adamlara bu aiddir. Yoxsa elə yalanın adını yazdırıb qiyabi olaraq orada olacaqsansa, bu təbii ki, mümkün deyil. Mən orada fokus eləməyəcəm. Yəni bu ancaq əziyyətlə, zəhmətlə mümkün olan bir şeydir. Qrupa qoşulmaq üçün dil ədəbiyyat müəllimləri 055 500 yox, ibtidai sinif müəllimləri 055 597 0151-ə ibtidai sinif müəllimləri. Dil ədəbiyyat müəllimləri isə 070 882 18 83 yaza bilərlər. Bu qədər sizə qruplarda gözləyirik. Axır inşallah bu il bəxtiniz açılar.